Köhnə ailələrin verdiyi tərbiyə ilə indiki müasir ailələrdəki verdiyi tərbiyə arasında hansı fərqlər var və necə fərqlənir? O dövrdə uşaqlar düşünür ki, böyükdür, nə desə olar, qışqırsa olar və yaxud vursa olar. Əvvəl görməmişik, indi qoy avartılı formada eləyim, daha belə şişirdilmiş formada edim ki, uşağımın özgüvəni yaxşı olsun, mən gördüklərimi görməsin. İndiki uşaqların çox tərifləmək özgüvən yaradır yoxsa ego? Yəni tərifin dozası varmı? Anası deyir ki, qızım, psixoloq səndən sual verdi, başını qaldır, cavab ver. Başlayır ağlamağa. Başlayandan sonra gördüm ki, ümumiyyətcə qıza demək olar ki, heç bir yoxdur. Heç bir qadağa yoxdur, heç bir məhdudiyyət yoxdur. Yaxşı oxu, sənin telefon alacağam, belə ilə sənə bunu eləyəcəm və bunun kimi tərbiyə metodları gələcəkdə hansı problemləri yaradır? Uşaq gələcəkdə böyüdüyü zaman o düşünəcək ki, ümumiyyətcə hər şey mənfəət üzərində olmalıdır. Nəsə versinlər ki, hərəkət edim, nəsə bir motiv olsun ki, mən nələrsə edim. Bugünkü valideynlər niyə uşaqlarıyla ünsiyyət qurmaqda çətinlik çəkir? Mağazaya gedirsən, özünü çırpır, dağıdır, bunu da almasan, bunu da almasan. Burada da həmin sistemi tətbiq etmək olar. Valideynlərin onlara sərt münasibəti, yəni uşaqlıq dövründən valideynin onu qəbul etməməsi, valideynlərin ona fiziki şiddət göstərməsi, müqayisələr etməsi onun zehnində belə bir inanc formalaşır ki, mən dəyərsizəm, mən yetərsizəm, mən günahkaram. Salam, mən Hüseyn Nağıyev təqdimatında üzləşməyə baxışı və bugünkü qonağım uşaq və yeniyetmə psixoloqu. Salam, xoş gəlmişsiniz. Salam, xoş gördük. Özünüzü qısaca təqdim edin. Mən Nağıyev Əyyub, uşaq və yeniyetmə psixoloquyam. Düzdür, ümumi olaraq daha çox böyüklərlə işləyirəm, amma ümumi götürsək daha çox uşaq və yeniyetmələrlə işləyirəm. Özüm bitirmişəm, 2-ci ali təhsil olaraq Bakı Dövlət Universitetində. Ümumiyyətlə, bir uşağın psixoloji inkişafı ortalama neçə yaşa qədər davam edir və ən kritik dövrlər hansı dövrlərdir? Uşağın psixoloji inkişafı adətən 10-12 yaş dövrünə qədər davam edir. Kritik dövrlərə gələndə daha ağır dövrlər götürülür 0-6 yaş. Niyə 0-6 yaş? Çünki 0-6 yaşda bir insanın təməl inancları formalaşır, təməl həyata baxışı formalaşır, həyata anlam verməsi formalaşır və s. Ona görə də ən kritik dövr 0-6 yaş götürülür və elə ən problemli dövrdə, məsələn, narsistik şəxsiyyət pozuntusu olsun və yaxud da ki, çox ağır ailələrdə böyüyən uşaqlar da o dövrlərdə valideynlərdən və yaxud da mühitdən o inancları götürürlər. Yəni ən çox travmanı, ən çox psixoloji inkişaf tərəfi 0-6 yaşlarda olur. Bəli, yəni ən dərin travmalar daha çox olur 0-6 yaş dövründə. Bəs son illərdə uşaqlarda artan davranış pozuntuları, hətta bizim atalarımızın dövrlərinə baxsaq, onların uşaqlıq vaxtlarına baxsaq, indiki uşaqlarda bu problemlər daha çox artıb və bunun əsas səbəbi nədir? Yəni bunun bir araşdırması var. Əsas səbəblərindən birincisi sosial şəbəkədir. Sosial şəbəkə və dəyərlərin dəyişməsi. Məsəl üçün əvvəl necə idi? 90-cı illərdə götürsək, bizim indi yaxşı da olsa, pis də olsa müəyyən dəyərlərimiz var idi. Yəni Sovetin dövründən qalma dəyərlər var idi. İndi o ailə dəyərlərinin bir anlamda məhv edilməsi, bir tərəfdən də sosial şəbəkələrin həddindən artıq geniş yayılması və ailə dəyərləri fonunda istər-istəməz ailələr arasında konfliktlərin yaranması, boşanmaların sayının çox olması, ümumiyyətcə dəyərlərin demək olar ki, çökməsi və yerinə normal və yaxud da yaxşı olmayan dəyərlərin gəlməsi nəticəsində də valideynlər arasında problemlər yaranır və bu problemlər də avtomatik olaraq nə edir? Birbaşa olaraq uşağa yansıyır. Məsəl üçün bu problemlər nədir? Onlar arasında tez-tez olan davalar, onlar arasında deyək ki, uşağa qarşı həddindən artıq sərt münasibət və yaxud da ki, həddindən artıq uşağı həyatın mərkəzinə qoyması, məsəl üçün də belə deyək də, sən bunu da edə bilərsən, onu da edə bilərsən. Yəni həddindən artıq ərköyün böyüyən uşaqlar. Ərköyün böyütmə nəticəsində yaranan bir vəziyyət. Ya həddindən artıq çox sıxılma var valideynlər tərəfindən, ya həddindən artıq uşaq həyatın mərkəzindədir. O nə etdisə, nə dedirsə olar. Belə olan hallarda da, yəni uşaqda müəyyən qadağalar olmursa, müəyyən sərhəd olmursa, avtomatik olaraq onda nə olur? Narsistik keyfiyyətlər formalaşır. Yəni ki, daha çox mənim üçün olmalıdır, mənim üçün etməlidirlər və bu da ümumiyyətcə cəmiyyətin qaydalarına üstə düşmədiyi üçün avtomatik olaraq nə olur? Uşaqda davranış pozuntuları başlayır. Əlavə olaraq sevgisizlik, valideynlər arasında münasibətlərin yaxşı olmaması və uşaqların valideynlərdən sevgi ala bilməməsi, diqqət ala bilməməsi, birlikdə zaman keçirə bilməmələr, bütün bunlar hamısı səbəblərdir. Yaxşı, belə bir sual verim də. Məsəl üçün,
autizm və yaxud bu dediyimiz problemlər, yemək pozuntusu, aqressiyanın daha çox olması indiki uşaqlarda. Sosial şəbəkəni necəsə biz günahlandırırıq. Telefonu, ümumiyyətlə smartfonun bizim həyatımıza girməsi, YouTube-un 24 saat demək olar ki, bizim televizorlarda olması və s. bunun kimi məsələlər. Yaxşı, mən məsəl üçün, mənim də 3 uşağım var, mən də valideynəm və baxıram, şəhər tamam, bildik, biz şəhərdə yaşayırıq, biz megapolisdə yaşayırıq. Biz istər-istəməz necəsə bunu uşaqlarımızdan kənarlaşdıra bilmirik. Artıq dövrün tələbatıdır deyim. Bəs yaxşı, niyə kənd yerlərində, hətta belə bir deyim də, internetin olmayan yerlərində belə bu uşaqlarda bu müşahidə olunur. İndi məsələ burasındadır ki, bu təkcə sosial şəbəkə ilə bağlamaq düzgün deyil. Birinci, daha çox ya dəyərlərin həddindən artıq çökməsi. Kənddə, amma elə yerlərdə hələ də o dəyərlər qalıb. O dəyərlər qalıb, amma məsələ burasındadır ki, dəyərlərin getməsi o demək deyil ki, onlar ideal dəyərlər idi, getdi. Zaten yaxşı olmayan dəyərlər olduğu üçün, doğru olmayan dəyərlər olduğu üçün insan real qıraqdan baxanda, məsəl üçün onların dəyərlərinə baxanda inkişaf etdirici, sonu yaxşı olmayacaq dəyərlər olduğu üçün daha çox kim nə deyər tipli və yaxud da qorxudan gələn problemlər olduğu üçün zaten dəyərlər möhkəm olsaydı, dəyərlər yaxşı olsaydı davam edəcəkdi. Yəni sosial şəbəkə nə qədər təsir etsə də insanlara, onlar davam edəcəkdi. Sadəcə o ailələrdə orada da olsun, istəyir ora olsun, istəyir Bakı şəhəri olsun, yəni Abşeron yarımadası olsun, vəziyyət nə yerdədir? Kimin ki ailəsi normaldır, yəni əvvəldən yaxşı dəyərləri var, yaxşı inancları var, yaxşı uşaq necə tərbiyə olunmalıdır, uşaq xarakterinə, təbiətinə uyğun tərbiyə olunmalıdır. Elə ailələrdə olanlar zaten davam edir. Problem yoxdur. Amma hansı ki ailələrdə əvvəldən zaten problem var idi, indi sosial şəbəkə boşanma kimi faktorlar artırıb. Bəli. Bəs bugünkü valideynlər niyə uşaqları ilə ünsiyyət qurmaqda çətinlik çəkir? Elə bunun da səbəbi sosial şəbəkələrdir deyə bilərik. Bir neçə səbəb var, başdan götürək. Lap birinci səbəb nədir? Əgər uşağın özünün, yəni bir ananın özü vaxtilə məsəl üçün yaxşı bir ailədə böyüməyibsə, yəni valideynləri onlarla ünsiyyət qurmayıbsa, daha çox arxa plana atıbsa və yaxud da ki, daha çox problemlər, tərbiyə sistemində daha çox dava, dalaş, fiziki şiddət, sən beləsən, sən eləsən kimi problemlər çox olubsa, zaten o öz övladı ilə o münasibəti qurması mümkün deyil. Niyə mümkün deyil? Özü nə görübsə onu görür. Onu nə görübsə beynində odur da, yəni o beynində kodlar budur ki, bu yaxşıdır. Uşağımla mən sərt davranmalıyam, kobud davranmalıyam. Məsələn, Sovet dövründə yaxşı xüsusiyyətlərindən əlavə mənfi tərəfi də vardı. Mənfi tərəfi isə nə idi? Uşaqlarla daha belə fiziki cəza yönümlü və yaxud da daha sərt yönümlü, uşağı daha çox arxa plana atma yönümlü bir tərbiyə metodu olduğu üçün eyni sistemi elə öyrəndiyi üçün indi də tətbiq edir və o da təəssüflər olsun ki, əks nəticə verir. Niyə? Əvvəl yaxşı nəticə verdi. Əvvəl yaxşı nəticə əslində vermirdi. Sadəcə olaraq o dövrdə, yenə bura dəyər biraz məsələsi gəlir. O dövrdə uşaqlar düşünür ki, böyükdür, nə desə olar, qışqırsa olar və yaxud vursa olar. Yəni məhdud bir belə deyək də mühit var idi. Amma indi sosial şəbəkə var, uşaqların daha böyük yerə açılması var, fərqli münasibətlər görürlər. Xüsusən də məsələn uşaq açır sosial şəbəkəni və yaxud öz valideynində, deyək ki, dostunun valideynində görür ki, ona hədiyyə alır, görür ki, ona maşın alır, üzvü olan tərəfini görür və bu da avtomatik olaraq insan olduğu üçün, yəni uşaq da olsa avtomatik olaraq daha çox üsyan edir. Və bir də başqa məsələ də var. Əvvəlki dövrdə uşaqlar arxa plandaydı. İndikilər nisbətən daha çox ön planda olduğu üçün söz azadlığı da deyilən bir şey var. Əvvəl qorxuya görə seçim yox idi, edə bilmirdin. Amma indi o seçim uşaqlara verildiyi üçün, yəni valideynlərin uşaqlara yanaşması da düzgün olmadığı üçün elə bir problem yaranır. Səbəb biri budur. Başqa səbəb məsəl üçün ola bilər ki, özünün məsəl üçün münasibəti yolunda deyil, xanımın və yaxud da bəyin. Yəni ailədə münasibətlər yolunda deyil və yaxud da işsizlik problemi var və yaxud da ki, özünün psixoloji vəziyyəti yaxşı deyil. Bütün bunların hamısı nəticədə nə yaradır? Doğru ünsiyyət qurmamağa gətirib çıxardır. Yaxşı, onda belə bir sual da verim. Bayaqlar sevgidən də danışdınız ki, atanın, ananın sevgisini uşaq görməyəndə, orada problemlər, şiddətlər görəndəki məsələdə bizim uşaqlığımız 80-lərin, 90-ların, 70-lərin uşaqları öz ata-anasında bir-birini sevdiyini hiss edirdilər bəyəm. Yəni, hörmət var idi, tamam, amma evin kişisi qadınına, gəl açıq danışaq da, daha soyuq idi. İndiki gənc ailələrdən bir-birləri ilə daha az ünsiyyətə girirdilər, daha söhbətləri var idi ev içərisində. Kişi gəlirdi, standart çayını içirdi, otururdu, televizoruna baxırdı və yaxud çıxardı, dostları ilə gəzərdi. Qadınlar isə sadəcə ev işi görüb. Yəni, %80-90 yəqin ki, mənlə razılaşarsınız ki, qadınlar gününü belə keçirdirdi və indiki gənclər
ailələr, gənc ailələr bir-birləri ilə daha çox vaxt keçirdirlər. Artıq kişilər üçün də məsəl üçün hər 6 bazar harasa çıxmaq bir qanunu yaranıb. Necə ki, amma əvvəl bu çox az idi. Yəni 10 ailənin biri eləyirdisə bunu, 6 bazarlar kişilər ya özləri tək gedərdilər, ya dostları ilə gedərdilər və yaxud da ki, işləyərdilər. Əlavə işlər kimi işlərdə. İndi bu artıb, amma yəni mehribançılıq daha çoxalıb. Hə, boşanma da çoxalıb. Tamam, səbəb olaraq boşanan ailələri nəzərdə tutmuram. İndiki gənc ailələr hansılar ki, münasibətləri artıb, əvvəlkinə baxanda daha çox münasibətdir. Daha çox uşaqla bir yerdə çıxırlar, şöyle məsəl üçün hər 6 bazar gördüyümüz şəhərdə mənzərə. Uşağı hardasa çıxardırlar, hardasa gəzdirirlər, amma bu problemlər arta gedir. Yəni əks gedir də necəsə mənim fikrimcə. Uşaqların problemi artması, yəni təkcə o yaxınlaşma ilə bağlı bir məsələ deyil. Yəni burada artmasının səbəbindən ən vacibini deyəcəm. Əvvəl bayaq dediyim kimi uşaqlar daha çox arxa plandaydı. İndi onun tərsi bir belə bir nümayiş gedir və yaxud da ki, belə bir təbliğat gedir ki, uşaqlar daha çox ön planda olmalıdır. Biz onlar üçün daha çox şeylər etməliyik. Bunu bəzən təbliğ edirlər. Bəzən isə valideynlərin özləri düşünürlər ki, məsəl üçün biz arxa plandayıq. Valideynimizlə yaxşı ünsiyyət görmədik və yaxud da harasa gəzməyə Biz yaşamamışıq, uşağımız yaşasın. Amma burada bir məsələ var da, nə məsələ var? Burada bir taraz nöqtəsinin o birisi ucuna getmə deyilən bir şey var. Əvvəl görməmişik, indi qoy avartılı formada eləyim, daha belə şişirdilmiş formada edim ki, uşağımın özgüvəni yaxşı olsun, mən gördüklərimi görməsin. Bu zamanda nə problem yaranır? Bu zamanda tərsi olduğu üçün orta nöqtə deyil də, yəni ortaya gəlmirlər. Daha tərsi bir sistem yaratdığı üçün bu dəfə də uşaqda avtomatik olaraq belə bir xüsusiyyətlər formalaşır ki, daha çox mənim üçün edilməlidir. Yəni bayaq dediyim narsistik keyfiyyətlər. Mənim üçün almalısan, mənim üçün verməlisən. Bəzi şeylər var ki, məsəl üçün uşaqlara avtomatik olaraq icazə verilməlidir. Məsəl üçün ora nə aiddir? Deyək ki, birlikdə futbol oynayırlar və yaxud da uşaqlarla oynayırlar, sən orada uşağa nə deyə bilərsən ki, buyur. Nə istəyirsən oyun. Kukla ilə oyna, maşınla oyna və yaxud həyatda müxtəlif cür oyunlar oyna. Bəziləri var ki, orada müəyyən şərtlər daxilində icazə olmalıdır. Məsəl üçün deyək ki, təhlükəli bir şeydir. Məhəllədə problemli uşaqlar var. Uşaq da çox istəyir. Evə qapamaq da olmur. Onun özgüvəni üçün, sosiallaşması üçün problemdir. Deyirsən ki, olar, amma bir şərtlə get, oyna, problem görsən, pis vərdişləri olsa və yaxud da dava, söyüş zad olsa, gəl. Yəni icazə verirsən, amma müəyyən şərtlər daxilində. Və yaxud da ki, balaca uşağa aiddir. Məsəl üçün mağazaya gedirsən, özünü çırpır, dağıdır, bunu da almasan, bunu da almasan. Burada da həmin sistemi tətbiq etmək olar. Buna deyirlər sarı zona. Birinciyə yaşıl zona deyirlər, icazə var, problem yoxdur. İkinci sarı zonadır. Gedək, amma bir şərtlə 2 dənə, hər hansı bir şey şokolad və yaxud konfet götürəcəksən. Bu belə. Bir də var, üçüncüsü var, ümumiyyətcə qadağa. Qadağa isə nədir? Onun yuxu saatı ilə bağlıdır, çoxlu zərərli, hansı ki, indi bilirsiniz, qidalar var, onlardan çox istəməsi ilə bağlı. Orada sərhəd olmalıdır ki, yəni uşaq normal, adekvat bir şəxsiyyət kimi formalaşsın. Və bu olmayanda sən ancaq və ancaq yaşıl sistemdən istifadə edəndə hər şey olar. Hə, bu da olar, o da olar. Gecə saat 3-də ağladı, durursan, onu gətir, bunu gətir. Avtomatik olaraq bu uşaqda nə olur? Elə birbaşa olaraq davranış pozuntusu yaradır. Yəni demək istəyirəm ki, indi olma səbəblərindən ən böyüyü uşağın tam olaraq mərkəzdə olması da o düzgün deyil. Tam olaraq mərkəzdə olduğu zaman avtomatik olaraq sən ona nə edirsən, həddindən artıq məna yüklürsən, həddindən artıq dəyər verirsən və onun qadağalar, nələrə icazə olar, olmaması kimi müəyyən keyfiyyətlərin formalaşmasına şərait yaratmırsan. Yaxşı, şey başa düşdüm ki, biz daha cavan ailələr, indiki ailələr ön plana çıxardır. Bəs köhnə ailələrin verdiyi tərbiyə ilə indiki müasir ailələrdəki verdiyi tərbiyə arasında hansı fərqlər var və necə fərqlənir? Hansı fərqlər daha çox nədir? Köhnə ailələrdə daha çox qadağa formasındaydı. Yəni bu olmaz, bizim dediyimizi eləməlisən, bura getməməlisən, onunla oturmamalısan. Daha çox sıxma, daha çox boğma, daha çox məhdudiyyətlər formasında olan bir ailələr idi. Daha çox, yəni ortalama götürsək də. İndiki ailələrdə isə daha çox icazələr var və bu da avtomatik olaraq nə edir? Dediyim kimi bir taraz nöqtəsinin o birisi uzuna getmək kimi bir vəziyyət yaradır. Yəni əvvəl daha çox qadağa, məhdudiyyət, indi isə daha çox icazə. Bəs yaxşı, indiki uşaqların, indiki müasir ailələrin verdiyi bu qadağalar və yaxud yaratdığı imkanlar uşaqların gələcəyini necə dəyişir? Yəni yaxşı mənada yoxsa pis mənada? Çünki bu sualı niyə verirəm? Çünki hal-hazırda siz işləyirsiniz, görürsünüz. Necəsə öz uşaqlığınızla müqayisə edə bilərsiniz və indiki fərqləri görə bilərsiniz ki, indiki uşaqlar necədir? Hə, bizim uşaqlığımızda uşaqlar necədir və hara gedir bu proses? Yəni bu illər ərzində işlədiyiniz vaxtlarda proses necə dəyişir? Uşaqların tərbiyəsi yaxşı yöndə mi gedir, yoxsa tam əksinə daha neqativmi? Təəssüflər olsun ki, daha çox neqativə doğru gedir, amma yəni bir
ümidli bir mütəxəssis kimi, bir psixoloq kimi deyə bilərəm ki, bu yöndə nələrsə etmək olar. Müəyyən təbliğatla olsun, müəyyən maarifləndirmə işi ilə olsun, dəyərlərin yenidən işlənməsi ilə olsun, yaxşı bir filmlərin çəkilməsi ilə bu prosesi dayandırmaq olar. Çox dəhşətli, bərbad vəziyyətdə deyil, amma istiqamət ora doğru gedir. Əvvəlki ailələrin ümumiyyətlə problemi nə idi? Onlarda daha çox qadağa olduğu üçün mən özüm həm də böyük psixoloquyam. Yəni daha çox uşaq və yeniyetməklə işləyirəm, amma bir çox hallarda böyüklərlə işləyirəm, xüsusən də nə zaman? Məsələn, davranış pozuntusu olan şəxslərdə %90-95%-ni araşdırıram ki, problem nə var? Ailələr arasında problem var. Yəni valideynin uşağa münasibətində problemlər var. Yanlış düşünmə var, özünün qorxuları var, özünün tərbiyə metodundan onu necə istifadə edə bilərsə, onu necə öyrədə bilərsə, ondan istifadə edir və yanlış olanda da problemlər yaradır. Ona görə bir çox hallarda davranış pozuntusu ilə bağlı mən daha çox valideynlərlə işləyirəm. Yəni yanaşı birlikdə müştərək şəkildə işlədiyi zaman nəticə əla olur. Amma bir çox mütəxəssislər bəzən düşünürlər ki, məsəl üçün davranış pozuntusudur, hə bunun üzərində işləyəcəm, biraz dağıdır, onu eləyəcəm, sonra nəticədə başqa problem yaradır. Ona görə də köklü şəkildə bu problem, davranış pozuntusu varsa, ailə fərdlərindən ən azı biri ilə işləmək mütləqdir. İndi burada nəyə gəlirəm? Deyək ki, bir ailədə uşaq qadağalar həddindən artıq çox olubsa, müqayisələr həddindən artıq çox olubsa, onun zehnində, xüsusən də 0-6 yaş aralığında belə bir şey formalaşır ki, və uşaqlar da niyə belə formalaşır? Çünki uşaqlar egosentrik varlıqdır. Yəni onlar düşünürlər ki, əgər ətraf aləmdə, yaxınlarım arasında hər şey yaxşıdırsa, deməli mənə görədir. Pisdirsə, deməli bu da mənə görədir. Valideynlərin onlara sərt münasibəti, yəni uşaqlıq dövründən valideynin onu qəbul etməməsi, valideynlərin ona fiziki şiddət göstərməsi, müqayisələr etməsi onun zehnində belə bir inanc formalaşır ki, mən dəyərsizəm, mən yetərsizəm, mən günahkaram. Kifayət qədər yaxşı deyiləm. Kifayət qədər yaxşı deyiləm, yaxşı həyata layiq deyiləm və belə şəkildə böyüyən uşaqlarda təəssüflər olsun ki, əvvəlki tərbiyə sistemində daha çox buydu. Belə problemlər, ya buna daha çox nevrotik ailələr deyirlərdi və belə problemlər nəticəsində böyüyən uşaqların əksəriyyəti gedirlər ya narsist birinə münasibət qururlar, ya ümumiyyətcə onu sevməyəcək birinə münasibət qururlar, ya da ki, münasibətdə həddən artıq çox çətin, çox ağır, çox dözülməz olur. Yəni bu proses bəlkə də 500 il bundan qabaq, bəlkə də 1000 il, 2000 il bundan qabaq ailədən ailəyə ötürülmüş bir prosesdir. Yəni əvvəldən problemli olubsa, indi də o davam edəcək. Bunun daha çox məhdudiyyətin problemi budur. İndiki ailələrə gələndə, indiki ailələrdə daha çox icazələr olduğu üçün valideynlər düşünürlər ki, mən övladım üçün hər şey edim. İndidən bir neçədən evini alım, heç bir çətinlik görməsin və yaxud da ki, nə istədi, paltarı olsun, geyimi olsun, gəzməyi olsun. Bu zaman uşaqda daha çox narsistik keyfiyyətlər formalaşır. Necə? Yəni uşaq şuuraltı olaraq düşünür ki, mən haqlıyam. Narsistik keyfiyyətlər nədir? Mən haqlıyam, mən düzəm, daha çox mən istədiyim olmalıdır. Belə uşaqlar isə böyüyəndə daha çox necə olurlar? Yəni kişi-qadın münasibətindən daha çox necə bir münasibətə bürünürlər? Sanki mən uşağam, qarşı tərəfdə böyükdür, sən mənim üçün hər şey eləməlisən. Yəni kişi-qadın münasibəti daha çox al-ver formasında olan bir proses olduğu üçün onlar düşünürlər ki, yəni sən daha çox mənim üçün etməlisən. Daha indiki gənclərdə problem daha çox bununla bağlıdır. Daha çox istəyir. Onu al, bunu al, onu ver. Bir də fərqlərdən biri məsəl üçün, əslində siz də onu vurğuladınız, tərifləmək məsələsi. Biz uşaqlıqda bizim atalarımız, analarımız, yəni Sovet yaşayan, o dövrlərdə yaşayan valideynlərdə tərifləmək o qədər də yox idi. Sən necə bir şey eləməlisən ki, sən tərif eşidəsən deyə. Biz necəsə ac olmuşuq təriflərə və indiki uşaqlar daha çox tərif görürlər. Hər elədikləri bir şeyə, məsəl üçün cızmaqara elədiyi bir şəkilə, hansı ki biz də o şəkilləri vaxt ikən çəkmişik, amma biz nə çəkməli idik ki, bizə halal olsun desinlər ki, məsələsi var idi. Yəni, bir çox ailələrdə açığı bu belə idi. İndi kimsə baxanlar deyə bilər ki, yox, belə deyildi. Amma mən gördüklərimi, şəxsən mən gördüklərimi və ətrafda biz o tərif üçün özümüzü dəridən qabuqdan çıxardırdıq ki, biz o tərifi alaq. Yaxşı, indiki uşaqların çox tərifləmək özgüvən yaradır, yoxsa ego? Yəni, tərifin dozası varmı? Bəli, tərifin dozası var. Ümumiyyətcə baxır, tərifi sən şəxsiyyəti edirsən, yoxsa davranış edirsən, bu fərq də önəmlidir. Məsəl üçün tərifdən əlavə bir nümunə yadıma düşdü. Bu mövzuya da uyğundur. O nümunəni çəkim, yəni canlı mənə müraciət edən pasientlərdən. Deməli bir dəfə bir qız gətirmişdilər, 13 yaşında, icazə ilə bağlı demək istəyirəm. Həm tərif, həm icazə. O bir dəfə nəsə olmuşdu, ağlamışdı. Atası ona söz vermişdi ki, məsəl üçün də heç bir zaman mən qızıma yox deməyəcəm. Nə istədi alacam. Gecə, gündüz, fərqi bahalı, ucuz nə olur olsun. Və bu zaman nə olmuşdu? Artıq üstündən 2 il keçmişdi. Mənim yanıma gətirmişdilər. Qız hansı vəziyyətdə idi? Məsəl üçün mən belə oturmuşam, qız qarşımda əyləşib, xanım da sizin yerinizdə. Anası deyir ki, başını aşağı salıb belə, məsələn bu formada. Anası deyir ki, qızım, psixoloq səninlə sual verdi, başını qaldır, cavab ver. Başlayır ağlamağa.
bir dənə adi bir sözə başlayır ağlamağa. Sonra mən araşdırandan sonra gördüm ki, ümumiyyətcə qıza demək olar ki, heç bir yoxdur. Heç bir qadağa yoxdur, heç bir məhdudiyyət yoxdur. Yəni bunun zərərləri haqqında nə demək istəyirəm? Bəzən bu şəkildə olan uşaqlarda avtomatik olaraq psixoloji dözümsüzlük yaranır. Yəni yox görmədikləri üçün, neqativ duyğular yaşamadıqları üçün, kədər olsun, qorxu olsun, sərhəd olsun, aqressiya olsun, bu duyğuları yaşamadıqları üçün, hər zaman məmnun olduqları üçün və belə problemlərdən çox-çox rast gəlirik. Və həmçinin o uşaq nəyə görə indi bu nümunəni çəkdim? Həmçinin o uşaq ən çox deyir ki, evdə tərif görünən uşaqdır. Nə edirdi? Tərifli idi. Halaldır, yaxşıdır, qəşəng eləmisən. İndi tərifə gəlir. Tərif məsələsi necə olmalıdır? Tərif adətən davranış olmalıdır. Tənqid də davranış olmalıdır. Tərif əgər şəxsiyyətə qarşı olanda uşaqda, məsəl üçün, deyək ki, hər hansı bir 5 alıb və yaxud da ki, hər hansı bir yarışda yer tutubsa, sən hər zaman sən əlasan, sən supersən dediyin zaman və bu dəfələrlə təkrarlananda uşaqda belə bir inanc formalaşır ki, mən möhtəşəməm, mən əlayam, mən superəm. Və belə olanda avtomatik olaraq o axı sinif yoldaşı var, dostu var, məhəllə uşağı var, qohumları var. Özün ondan dalğalardan daha yuxarı. Yuxarı görməkdən əlavə problem nədir? Hər hansı bir neqativ duyğu onun haqqında kimsə xoş söz deməyəndə özündən çıxır, partlayır, duyğularını idarə edə bilmir, depressiyaya düşür. Budur. Yəni ki, burada daha çox tərif məsələsi nə olmalıdır? Davranışa. Məsəl üçün 5 alıbsa, demək olar ki, oğlum və yaxud qızım, afərin, yəni 5 aldığın üçün bu davranışına görə sənə afərin. Amma bu hərəkətvə görə belə. Yəni ya bu gün və yaxud da ki, bu davranışına görə, bu hərəkətvə görə afərin. Tənqid də bu şəkildə. Əgər bir şeydə səhv edibsə, sən axmaqsan, sən pissən, sən həmişə belə eləyirsən kimi ifadələr, yəni və təbii ki, bunlar bir-iki dəfə ilə olan bir şeylər deyil. Ara sırada problem yoxdur. İnsanlıq, yəni insan hisslərini cilovlamaya bilər. Valideyn olaraq bunu edə bilər. Ara sıra. Amma mütəmadi olaraq sən beləsən, sən eləsən, mütəmadi olaraq soyuq münasibət, mütəmadi olaraq sözlü şiddət, bütün bunların hamısı onda tərifin tərsi olaraq necə bir şey formalaşdırır? Mən pisəm, mən dəyərsizəm, mən heç nəyə layiq deyiləm, mən yetərsizəm kimi inanclar formalaşdırır. Ona görə də tərif də, tənqid də davranışa. Cəza verildi, sən nədənsə məhrum elədinsə, bu, bax, sənin bu hərəkətvə görə elədim. Yəni, sən mənim üçün dəyərlisən, önəmlisən, sənin sadəcə olaraq bu hərəkətvə görə bu cəzanı verdim. Bu qədər. Yaxşı, cəzadan danışmışkən, elə də mükafatdan da danışaq da, bayaq da toxunduq bu mövzuya. Mükafat və ya belə deyim də, daha loru dillə desəm, rüşvət. Ki, yaxşı oxu, sənə telefon alacağam, belə ilə sənə bunu eləyəcəm və bunun kimi tərbiyə metodları, mükafatlandırma metodları uşağa hədiyyə ilə idarə etmək gələcəkdə hansı problemləri yaradır və ümumiyyətlə mükafatlandırma və cəzalandırmanın da necə sərhədlərin qorunmalıdır indiki valideynlər? Bəli, burada daha çox nəyə diqqət etmək lazımdır? Bir var uzun müddətli perspektivdə, bir də var qısa müddətli. Qısa müddətli perspektivdə mən onun çox tərəfdarı deyiləm. Sən məsəl üçün deyək ki, bu gün 5 al, sənə bahalı bir şey alım və yaxud da ki, məktəbdə özü belə apar, həmin dəqiqə sənə hər hansı bir hədiyyə alım və yaxud da harasa aparım. Yəni sırf bunun üzərində qurmaq düzgün deyil. Nəyə görə düzgün deyil? Çünki belə olduğu zaman uşaq gələcəkdə böyüdüyü zaman o düşünəcək ki, ümumiyyətlə hər şey mənfəət üzərində olmalıdır. Nəsə versin, nə hərəkət edim, nəsə bir motiv olsun ki, mən nələrsə edim. Və həyat da belə olmadığı üçün bəzən həyat insana motiv vermir. Sadəcə sənin çaban lazımdır, sənin cəhdin lazımdır. Ona görə də nəyə demək istəyirəm? Uzun müddətli perspektiv üçün mən düşünürəm ki, yaxşıdır. Məsəl üçün deyək ki, oğlunuza deyirsiniz ki, 10-cu, 11-ci, 9-cu sinifdə oxuyur, universitetə daxil ol. Sənə məsəl üçün bu telefonu alacağam və yaxud da maşın alacaq. Bu yaxşıdır. Yəni uzun müddət üçün zaten onun motivasiyası olur. Amma qısa müddətdə hər dəqiqə, hər saniyə etmək təbii ki, nədir? Bu problemlidir. Bəs davranış pozuntularından danışmışkən, ən çox rastlaşdığınız hal-hazırda sizin yanınıza gələn müştərilərinizdən ən çox davranış problemləri hansılardır? Ən çox davranış problemləri təbii ki, özünə qapanmaq, yəni uşağın artıq sosiallaşa bilməməsi. İkinci yerdə daha çox dayanır uşağın aqressiv olması, yəni sözə qulaq asmır, dinləmir, nə gəldi edir, müxtəlif qeyri-adi hərəkətlər, yəni valideynlərlə münasibət demək olar ki, bərbad vəziyyətdə və üçüncü ən çox yayılanlardan biri də altını islatma və altını batırma faktorudur. Doğrudan mən onu çox eşitmişəm indiki uşaqlarda. İndiki uşaqlarda bəli, bu ən çox rast gəlinənlərdən biridir. Ümumiyyətcə bu da ora aiddir, altını islatma da bura aiddir. Ümumiyyətcə uşağın özünün aqressiv olması da ora aiddir. Yəni daha çox səbəblərdən mən dediyim faktorlar yatır. Məsəl üçün bir case danışım. Deməli, bir neçə ay bundan qabaq bir uşağı gətiriblər. Valideyn özü gətirib ki, problem budur. Yəni altını islatma məsələsi var.
nəsə araşdırıram müəyyən şeylərlə bağlı. İlk öncədə baxdım ki, məsələn, uşaqda hiperaktivlik var. İnsan, yəni mütəxəssis olaraq qıraqdan düşünür ki, bəlkə hiperaktivliklə bağlıdır, bəlkə özünü saxlaya bilmir. Onlarda elə bir instinktlərini saxlaya bilmirlər. Belə şeylər olur. Bəlkə onunla bağlıdır, amma yox, bir neçə seansdan sonra hardasa 3-cü, 4-cü seansda təsadüfən belə bir sual verdim. Yəni əslində tam nöqtəyə tapa bilmədiyim üçün belə bir sual verdim ki, bax, problemin nədir sənin? Birdən-birə başladı uşaq üsyan etməyə, necə formada? Deyir ki, evdəyəm, nənə, baba və bir də ki, ailənin özü də bir yerdə yaşayırlar. Deyir ki, mənə deyirlər ki, yemək yeyirəm, məsəl üçün vilka ilə, deyirlər qaşıqla ye. Məsəl üçün çölə çıxıram, deyirlər çölə çıxma. Velosipedi darvazadan içəri gətirirəm, deyirlər darvazadan niyə içəri gətirmisən? Padvala qoyuram, deyirlər ki, ora niyə qoymusan? Və yaxud da nə bilim, oturanda fərqli cür otururam, deyirlər niyə belə oturursan? Və yaxud da ki, müəyyən hərəkətlər edirəm, elə eləmə. Yəni onu eləmə, bunu eləmə, ona dəymə. Olmazların çoxu. Olmazların həddindən artıq çox olması, yəni uşaq travmalarının bir neçə səbəbi var, təməl səbəbləri var. Onlardan biri də budur. Onu eləmə, bunu eləmə, ona dəymə. Bu tipli uşaq artıq deyir ki, yəni elə bir həddə çatmışam ki, uşaq da biraz 10 yaş olsa da üsyankar idi. Elə bir həddə çatmışam ki, artıq yəni dağıtmaq istəyirəm evdəkilərə, yəni zərər vurmaq istəyirəm 10 yaşı olsa belə. Artıq orada nə proses oldu? Mən valideynləri ümumiyyətlə maarifləndirəndən sonra, yəni ki, əgər uşaqla bağlı o həmin qadağaların, məhdudiyyətlərin azalması prosesi olacaqsa, bəli, uşaq altını islatmanı dayandıracaq. İndi deyəcəksiniz, niyə belə edir? Çünki insan təbiətinin bir dənə özəlliyi var. Sənə qarşı bir haqsızlıq varsa, sənə qarşı bir qeyri-etik hərəkət və bu davamlı olaraq olursa, insan bunu bir yerdən çıxartmalıdır bu enerjini. Yəni sən onun nəticəsində onun şuur altına ötürürsən ki, mən yetərsizəm, mən pisəm, dəyərsizəm. Və o çıxartmaq üçün də avtomatik olaraq nə edir? Əslində altını isladaraq intiqam alır. Bəzən uşaqlar bunun fərqində olur, bəzən isə fərqində olmur. Yəni bunu valideynlərin özü ilə, nənənin özünə səs atmışam, danışmışam, babanın özü ilə o azalmalar olandan sonra yavaş-yavaş uşağın artıq altını islatması qaydasına düşdü. Təkcə o məsələ yox, ümumiyyətlə uşağın özü gərgin idi. Yəni demək olar ki, həddindən artıq qadağaların çox olması nəticəsində. Bəzən valideynlər qeydlərlər ki, uşaqlar özlərindən asılı olmayaraq yalan danışırlar və bunun altında hansı davranış pozuntusu var və uşaq niyə yalan danışır? Yəni bu yalan danışma genetikdirmi? Biz uşaqlıqdan deyirlər, məsəl üçün sənin dayın yalancıdır, sən əmmin oxşamışlarına və s. bunun kimi. Yalan danışmaq uşaqlarda genetikmi gəlir, kimi nəsildə bir adama və yaxud qohumlarına oxşarlıq dediyimiz kimi varmı? Yoxsa bu da hansısa bir səhv tərbiyədən, hansısa bir səhv davranışlardan yaranan bir məsələdirmi? Daha çox hallarda %90, 80-90% hallarda səhv tərbiyə nəticəsində formalaşır. Bəzi hallarda genetik meyilli ola bilər. Genetik yox, məsəl üçün sənin əgər genetikanda elə bir fakt varsa, elə bir davranış xüsusiyyəti varsa, o 100% uşaqda çıxacaq kimi bir fakt yoxdur. Genetik meyillilik var və tərbiyə nəticəsində, doğru olmaması nəticəsində formalaşır. Bunun ümumiyyətcə səbəbləri nədir? Yalan danışmanın. Birinci səbəbi daha çox valideynin özünün yalan danışması. Yəni uşaqlar dünyaya gəldikləri üçün onlar valideynə bir tanrı gözü ilə baxırlar da. Yəni mənim qoruyanım, mənə böyük arxa çıxanım, onlar nə deyirlərsə, nə hansı davranışlar edirlərsə bu doğrudur. Çünki uşaq belə deyək də, yəni daha çox öyrənilməmiş təcrübələrlə, daha çox öyrənilməmiş 0-1 adi ağ vərəqlə gəldiyi üçün çox hallarda, yəni o başlayır nə etməyə? Valideynin doğru da olsa, yanlış da olsa hərəkətlərini, bura aiddir yeriməsi, bura aiddir danışma şəkli, bura aiddir mimikası, bura aiddir inancları, hətta inancları belə nöqtəsinə qədər başlayır kopyalamağa, həyatda qalmaq üçün. Bir onun da inancı olsun, həyata baxışı olsun ki, həyatda qalsın. Və əgər valideynin özündə yalan danışma faktoru çoxsa, birinci səbəb budur. Yəni daha çox ondan modelləyir. Yəni şuuraltı olaraq o düşünür ki, valideyn əgər yalan danışırsa, deməli bu doğru bir şeydir. Yəni beynin də bir dənə belə bir özəlliyi var. Beynin obyektiv reallığı yoxdur. Daha çox subyektiv olanları daha çox obyekt kimi götürür. Mənə aldadırlarsa, mən də aldadırlar. Mənə aldadırlarsa, deməli doğrudur. Və yaxud da ki, bu hərəkət əgər yalan danışırlarsa, 200-lü insansa, deməli doğrudur, qoy mən də modelləyim. Şuuraltı olaraq daha çox bu şəkildə olur. Yəni zehnin necə xüsusiyyəti var? Məsəl üçün sən zehnə bir gün ərzində illərlə durmadan denə ki, məsəl üçün mən dəliyəm, mən dəliyəm, mən dəliyəm. Bir müddətdən sonra artıq səndə elə bir hisslər formalaşmağa başlayacaq. Yəni uşaqda da reallıq kimi başlayır onu götürməyə. Birinci səbəb budur. İkinci səbəb daha çox valideyn həddindən artıq uşağı sıxması. Məsəl üçün oynamaq istəyir,
icazə vermir, harasa getmək istəyir, icazə vermir, müəyyən hərəkətləri eləmək istəyir, icazə vermir. Qadağaların həddindən artıq çox olması uşaq boğulur, avtomat olaraq özündən asılı olmadan başlayır daha çox yalan danışaraq nə etməyə ki, valideyn Ki o qadağalardan biraz yayınmaq üçün. yayınsın, cəza almasın və s. İkinci səbəb daha çox budur. Üçüncü səbəb isə uşaqlarda xüsusən narsistik keyfiyyətlər olanda onlarda necə olur? Əgər bir uşaq daha çox sənə hər şey olar düşüncəsində, davranışında böyüdülübsə, o artıq manipulyasiya etməyə başlayır. Yəni ki, mənə olar. Artıq özünə haqq qazandırır ki, mənim yalan danışmağım doğrudur, düzgündür. Mən istədiyim vaxt yalan danışaram, istədiyim vaxt yalan danışmaya bilərəm. Bir faktor da budur. Bəs necə olur ki, eyni ailədə doğulmuş və demək olar ki, 1-2 il fərqlə böyümüş uşaqların arasında yerlə göy qədər tərbiyyələrində fərqli olur. Halbuki doğulduqları ailə eynidir, anasının tərbiyəsi eynidir, ata tərbiyəsi eynidir, amma bunların arasında fərqli olur. Yəni biri yalan danışır, biri digəri yalan danışmır, biri özünün aparmağında, davranışlarında problemi var, digərinin isə yoxdur, nümunəvidir. Hətta uçurum qədər belə fərq, hətta şiddətli dərəcədə hiss olunacaq qədər fərq olur. Bu nədən gəlir? Yenə də genetik faktor burada rol oynayırmı, yoxsa əslində genetikası belə eyni olan uşaqlardır, eyni atadan, eyni anadan dünyaya gəlmiş uşaqlarda niyə bu cür fərqlər olur? Bu fərqlər niyə olur? Genetik faktor var. Genetik meyillilik necədir? Məsəl üçün sən eyni anadan, atadan olsanız da bir ailədə burada necə olur? Üstün genlər var. Bəzi genlər var ki, bəzi uşaqlarda başqa xüsusiyyətlər üzə çıxır. Bəzi uşaqlarda daha belə narsistik keyfiyyətlər, sosiopatik keyfiyyətlər, daha aqressiv keyfiyyətlər üzə çıxır. Bəzi uşaqlarda isə daha soyuqqanlı və yaxud da ki, daha məsuliyyətli, daha istiqanlı formada olur. Yəni burada genetik faktor var, genetik meyillilik var və biri bununla bağlıdır. İkinci məsələ daha çox temperament məsələsi də var. Məsəl üçün, deyək ki, xolerik temperamentdə bir uşaqdırsa, bu artıq bioloji bir məsələdir. O avtomatik olaraq doğuşdan daha aqressiv, daha basqın olmağa meylli olur. Məsəl üçün, bir də var ki, flegmatik olsun. Flegmatik məsəl üçün daha çox, daha səbirli, daha dözümlü, daha çox öz aqressiyasını idarə edən formada olur. Yəni burada həm genetik meyillilik, həm temperamentləri götürsək və əlavə olaraq da uşağın hər bir uşağın öz təbiəti var. Və uşaq öz təbiətinə uyğun olaraq bəzi hallarda nə edir? Valideynləri modelləyir. Məsəl üçün özünün təbiəti daha çox belə istiqanlı, daha çox deyib gülən xarakterdədirsə və təbii ki, o xarakterdə olan valideyni modelləmə ehtimalı yüksək olur. Və yaxud ki, ailə üzvlərini. Yəni bu faktorda üzərinə gəldikdə ona görə də tamamilə fərqli bir nəticə yaranır. Bir sualım var, əslində bunu biraz verilişin əvvəlində danışmışdıq, amma biraz da daha geniş danışmaq istəyirəm. Ailədə siz demişdiniz ki, sevgi olmayanda davranış pozuntuları uşaq daha çox meylli olur. Amma valideynlərin davası uşağın beynində nə yaradır və ailəçi söz-söhbət hansı dərəcədə uşaq üçün travmaya çevrilir? O zaman travmaya çevrilir ki, məsəl üçün ayda ildə bir dəfə və yaxud da ki, ara-sıra bir problemlər olursa, dava olursa, bu o qədər də təsir eləmir. Yəni bu ümumiyyətcə qaçılmaz bir prosesdir. Amma davamlı olursa, məsəl üçün davamlı olaraq deyək ki, ata qeyri-etik vərdişləri var. Məsəl üçün bura aiddir içki, narkotik və yaxud da ki, başqa qumar asılılığı. Bu tipli hallar avtomatik olaraq nə edir? Valideynlər arasında daha çox konfliktlərə gətirib çıxardır və hər gün dava, hər gün qırğın, hər gün kədər içərisində olmaq, depressiya içərisində olmaq, nə qədər psixoloji baxımdan dözümlü bir uşaq olsa da, nə qədər pozitiv bir uşaq olsa da, yəni genetik faktor olaraq yenə də o uşağa təsir edir. Yəni davamlı olaraq bir qorxu varsa, həyəcan varsa, qışqırma, dava-dalaş varsa, mütəmadi olaraq varsa, bu mütləq şəkildə hər hansısa bir uşağa fərqi yoxdur, təsir edir. Travmalardan biri də mənə görə bu boşanmaların indiki dövrdə daha çox olan boşanmaların səbəbidir ki, daha çox gənc ailələr boşanırlar və uşaqların atasız böyüyən uşaqlar, yəni boşanıbsa daha çox uşaq anada qalırsa, uşaq atasız böyüyür və cəmiyyətə necəsə bir atasız böyüyən uşaq kimi artıq formalaşır. Sizcə atanın yoxluğu uşağın psixikasına necə təsir edir və gələcəkdə hansı fəsadlar və travmalar üzə çıxır? Hansı halda problemlidir? O halda problemlidir ki, yəni həmin şəxsin pis vərdişləri var, asılılıqları var. Məsələn, bura aiddir narkomaniya, bura aiddir hər gün içki içmə. Yəni bu hallarda zaten həmin atanın o rolu ifadə etməsi, rola uyğun davranması mümkün deyil. Bu hallar çıxmaq şərti ilə yerdə qalan hallarda mən daha çox tövsiyə edirəm ki, valideyn uşağın yanında atası haqqında pis danışmasın.
və yaxud da ki, valideyn atası ilə danışmasının qarşısını almaq üçün davranışlar eləməsin, daha çox cəhd göstərsin və yaxud da ki, daha çox normal, real danışsın ki, uşağın yanında avtomat olaraq uşaqda qeyri-adi inanclar və yaxud da ki, qorxulu bir inanclar, bir qorxular inkişaf etməsin. Niyə bu önəmlidir? Ona görə önəmli ki, istəyir qız uşağı olsun, istəyir oğlan uşağı olsun, birbaşa olaraq biz öz güvəni kimdən alırıq? Daha çox atadan alırıq. Və ata faktoru olmayanda avtomatik olaraq uşağın birinci yerdə olaraq öz güvəni gedir. Yəni öz güvənə nə aiddir? Disiplin, çətinliklə mübarizə, davamlılıq, bütün bunlar məsuliyyət, bütün bu enerjinin hamısını bir uşaq atadan aldığı üçün və o faktorun olmaması avtomatik olaraq nə edir? Uşağın daha özgüvənsiz olmasına gətirib çıxardır. Yəni öz pasientlərimə əsasən deyirəm, atasız olan uşaqların çoxsunda belə bir xüsusiyyət var. Məsuliyyətsiz uşaq kimi 13 yaş var, baxsan 5-6 yaşında uşaq kimi davranır. Vecsiz, hər şeyi axarına buraxan, heç bir məsuliyyəti özlərinə götürməyən uşaqlar daha çox formalaşır. Yəni ayrılıq nə qədər bacarsınız, ümumiyyətlə daha çox öz həyat yoldaşınız haqqınızda normal danışmaq, onların pis vərdişləri və yaxud da pis davranışları haqqında maksimum dərəcədə az danışmaq və şərait yaratmaq ki, görüşsünlər, danışsınlar. Çünki bəzi şeylər var ki, o atanın verə biləcəyi xüsusiyyətləri nə bir psixoloq verə bilər, nə bir ana verə bilər. Əgər bu ata faktoru yoxdursa, indi ata dünyasını dəyişibsə və yaxud da ki, həqiqətən çox ağır asılılıqdan əziyyət çəkən bir atadırsa, bu zaman yaxşı olar ki, o rolu dayı, baba, əmi, başqa şəxslərin icra etməsi daha yaxşı olar. Yəni birbaşa olaraq uşağın daha özgüvənli olması üçün. Yəni uşaqdakı o ata rol modelini sındırmaq lazım deyil. Bəli, xeyr, olmaz. Yəni o birbaşa olaraq özgüvənini zədələyir və gələcəkdə də o bir kişi kimi, xüsusən də kişidirsə özgüvənli ola bilmir, öz məsuliyyətini icra edə bilmir. Xanımdırsa yenə də daha çox o özgüvəni ala bilmədiyi üçün onda daha çox təhlükə formalaşır. Təhlükəsizlik yerinə daha çox təhlükə, qorxular inkişaf etdiyi üçün yenə də o gələcək münasibətlərdə, iş məsələlərində problem yaradır. Bir də çox uşaqlı ailələrdə qardaş-bacı arasındakı olan müqayisə hansı travmalara səbəb olur? Yəni bir uşağını digər uşağından daha üstün tutma, sevgisinin digər uşağına daha çox olmasını göstərmə və bunun fəsadları. Bunlar daha çox evin ortancıl uşaqlarında olur müqayisə məsələsi. Birincidə çox olmur. Niyə birincidə olmur? Çünki birinci ilkdir. Bütün enerjini valideynlər daha çox ona sərf edirlər. Balacaya daha çox deyirlər ki, sən daha çox ərköyün olduğun üçün balaca deyə ona sevgi verirlər. Ortada daha çox ortancıl qalır. Və bu məsələ ilə də bağlı bir şey də xatırlatmaq istəyirəm. Biri var bunu şuurlu şəkildə edilən bir proses olsun. Bir də var bəzən valideyn özü də bilmədən uşaqda belə bir travma yaratmış olur. Necə bir travmadır? Məsəl üçün valideyn deyək ki, övladı var 6 yaşında, 5 yaşında və yaxud da 10 yaşında övladı var. Məsəl üçün bununla bağlı yenə case danışa bilərəm. 10 yaşında övladı var. Övladı daha çox son zamanlar yeni övladları dünyaya gələndən şikayət edir ki, ana məni istəmirsiniz, məni sevmirsiniz. Daha çox bu tipli şikayətlər gəlir və bu zaman araşdırıram, görürəm ki, məsəl üçün valideyn yeni uşaq gəldiyi üçün daha çox diqqət ona yönəldiyi üçün düzdür, valideyn deyir ki, ona da diqqət ayırıram, birlikdə zaman keçiririk. Amma yenə də baxırsan ki, həll etmək olmur. Əslində bütün uşaqlarda o problem var. Bu bütün uşaqlarda, yəni çoxsunda olur. Bu zaman niyə belə olur? Uşaqların çoxsunda belə bir fikir formalaşır ki, artıq yeni qardaşım və yaxud da bacım gəlibsə, diqqət zaten şuurlu olaraq ora gedir. Uşağı özü də müşahidə edib görür. O düşünür ki, məni sevməyəcəklər. Ən təməl qorxular var da, məni sevməyəcəklər, məni tərk edəcəklər, mənə dəyər verməyəcəklər və bu qorxular tətikləndiyi üçün uşaq artıq o qorxunun öhdəsindən gələ bilmir. Qorxunun öhdəsindən gəlmək üçün də aqressiv olur, qeyri-adi hərəkətlər edir, özünü diqqət çəkmək üçün hərəkətlər edir. Bu hallarda mən daha çox valideynlərə tövsiyəm nə olur? Düzdür, bununla bağlı terapiya da aparırıq, daha çox oyun terapiyası gedir və evdə də etmək üçün tapşırıqlar verir. Tapşırıqlar bundan ibarət olur ki, ümumiyyətcə mütəmadi olaraq, xüsusən də bu 3 ay, 4 ay, 5 ay müddətində o daha özünü güvəndə hiss edənə qədər sən mənim üçün dəyərlisən və yaxud da ondan əvvəl soruşmaq lazımdır. Bax oğlum, sən nədən qorxursan? Tərk edilməkdən qorxursan ki, səni sevmərik. Araşdırdığın zaman bəzən uşaqlar deyirlər. Danışmaq ki, biz səni tərk etməyəcəyik, biz hər zaman sənin yanındayıq, sən bizim üçün dəyərlisən. İndi sadəcə olaraq balaca qardaşımın və yaxud da bacımın daha çox diqqətə, qayğıya ehtiyacı var, amma bu o demək deyil ki, səni sevmirik, sən dəyərlisən, əzizsən. Yəni uşağın gözünün içərisinə baxıb bu tipli sözlər, davranışlar və yaxud da qucaqlama olduğu zaman uşaq daha çox hiss edirsən ki, özünü güvəndə hiss etməyə başlayır. Və yaxud da ki, əlavə də olaraq edə bilərlər. Necə daha çox uşağa deyə bilər ki, mən artıq bundan sonra yarım saatımı sənə ayırıram.
yarım saat nə istəyirsən edək. Səni qucaqlayım, səni öpüm, oyun oynayaq, hansı oyunu istəyirsən. 9-10 yaşın olsa belə balaca yaşlı oynadığın oyunlardan belə oynaya bilərik. Avtomatik olaraq bu uşaqda nə yaradır? Yenidən valideynə güvənməsi və qorxularının aşmasına gətirib çıxardır və gəlir indi müqayisə məsələsinə təbii ki, mütləq şəkildə zərbə vurur. Mütəmadi olaraq əgər müqayisələr varsa, ayrı seçkilik varsa, uşaq yenə də dərinlərdə bunu hiss edir. Qardaş baba bunu düz eləyir, bacı baba bunu belə eləyir. Mütəmadi olaraq ara sıra yenə də deyirəm, problem yoxdur, amma bu davamlı olaraq olursa, bəzən valideynlərin qəsdən bunu edirlər, bəzən qəsdən etmirlər. Bu hallarda avtomatik olaraq uşaqda nə yaranır? Daha çox vurmaq, qırmaq, dağıtmaq, sosiallaşa bilməməsi, özünə qapanması, bütün bu faktorların hamısı ailə daxilində nələrinsə yolunda getmədiyinin göstəricisidir. Bəzən bu müqayisə ilə bağlı belə fakt olur. Uşaq şikayət edir, amma görürsən ki, daha çox nədir? Manipulyativ xarakterli bir şeydir. Yəni uşağın özünə daha çox sevgi veriblər və yaxud elə indinin özündə elə yetərincə sevgi verilir, vaxt verilir, diqqət ayrılır, amma yenə də şikayət edirsə, bu bəzi hallarda daha çox nədən ola bilər? Daha çox mənə verilsin şəklində bir məsələ də ola bilər. Yəni daha çox uşağın sizi manipulyasiya etməsi ilə bağlı ola bilər. Yəni xüsusən də o uşaq əvvəldən daha çox şeylərə hə demişsə, bayaq danışdığımız mövzudur. Yəni orada qadağa yoxdur, sərhəd yoxdur. Uşaq nəyə olar, nəyə olmaz formasında bir tərbiyə sistemində formalaşıbdırsa, bu hallarda uşaq bəzi hallarda manipulyasiya edə bilər. Amma bunun diaqnozu üçün yaxşı olar ki, bir mütəxəssis baxsın, ondan sonra yekun qərar verilsin. Son olaraq belə bir sualım var. Psixoloqa gedən uşaqlar problemlidir, yoxsa ailələr? Azərbaycan ailələri uşaqları sevir, yoxsa idarə edir? Azərbaycan ailələri sevən ailələr də var, həqiqətən. Yəni sevən hansı sayılır? Daha çox qeyri-şərtsiz. Yəni sən fərqi yoxdur, biraz dəcəl uşaqsan, sakit uşaqsan, təbiətin necədir, fərq olmadan qeyri-şərtsiz sevən ailələr də var, şərti sevən ailələr də var. Mən indiyə qədər işlədiklərimə əsasən deyirəm, bu müqayisəni götürsək təxminən 50-nin 50 olar. Yəni həqiqətən sevənlər də var və şərti sevənlər də. Şərti sevən nədir? Yəni mənim kimi olmalısan, mükəmməl olmalısan, biraz kontrolcu olmalısan, həddindən artıq ciddi olmalısan. Bu tipli ailələrdə böyüyür. Psixoloqa gedən uşaqlara gəldikdə isə burada vəziyyət necədir? %80% hallarda daha çox valideynlərdən yaranır. Hansı hallarda valideynlərdən yaranmır, bu haqqda deyim. O halda yaranmır ki, məsələn, genetik qorxuları olan uşaqlar var. Bunlar genetik olur. Məsələn, belə uşaqlara mən çox rast gəlmişəm. Bununla bağlı bir case danışım. Deməli, 10 yaşında bir dəfə uşağı gətiriblər. Uşaqda vəziyyət necədir? Hər hansı bir stolun üstünün örtüyü yoxdur. Ora əlini sürtəndə məsələn bu şəkildə edir. Qapını örtürsən o cız eləyir. Onda məsələn belə qorxur. Pəncərəni örtəndə və yaxud da müxtəlif cür əşyalar, hər hansı bir parçalar var ki, ora taxınanda uşaq bu şəkildə edirdi. Uşaqda deməli problem nədir? Mən araşdırdım, gördüm ki, uşağın valideynlərdən təbii ki soruşandan sonra soruşdum ki, məsəl üçün sizdə belə qorxuları çox olan ümumiyyətcə ailə üzvləri varmı? Xanımda var idi. Dedi ki, bəli, qardaşımda, bizim ana tərəfdə var. Yəni daha çox belə qorxular var. Halbuki ailənin özünü araşdırmışdım. Ailə daxili konflikt yox idi. Hər şey qaydasında, sevgi, qayğı, diqqət, sərhəd hamısı yerindədir və bu nə sayılır? Bu artıq genetik sayılır. Burada valideynin günahı yoxdur. Genetik qorxular. Onda da nə idi problem? Daha çox gördüm ki, uşağın ümumiyyətcə həddindən artıq qorxusu var. Balaca həşəratlardan qorxur, qurdlardan qorxur, balaca qarışqadan qorxur. Qorxmadığı bir şey yoxdur. Balaca hardasa nə bilim bir 10 sm, 20 sm yerdən tullana bilmir. Balaca 20 sm, 10 sm-lıq yerdən 10 yaşında bir oğlan uşağı arxa keçə bilmir. Orada o zaman müalicə prosesi necə oldu? Təbii ki, onun bütün nə qorxuları varsa, həşəratlarla bağlı, hündürlüyü ilə bağlı həddindən artıq çoxdur. Onlar işləyəndən sonra artıq onun o həmin davranışları artıq dişsinmə hərəkətləri aradan qalxdı. Belə, bu halda ola bilər və nevroloji problemi olan uşaqlar var. Bilirsiniz ki, autizmdir, doğuşdan gələn, burada da valideynin günahı yoxdur. Bu halda artıq genetik bir məsələdir. Yəni yerdə qalan daha çox hallarda, 80% hallarda isə valideynlər arasında olan münasibətlərdən, travmalardan, yanlış inazlardan, yanlış tərbiyə metodu nəticəsində formalaşan məsələlərdir. Buradan yeni uşağı doğulmuş ailələrə, ümumiyyətlə uşaq sahibi olan insanlara hansı məsləhət vermək istəyərdiniz ki, uşaqları düzgün yöndə, yaxşı inkişaf eləsinlər və psixologiyaları da güclü olsun? İlk növbədə tövsiyə edərdim ki, valideyn özü əgər psixoloji baxımdan yaxşı deyilsə, mən evliliyə qəti şəkildə tərəfdar deyiləm. Yox, əgər evlənibsə, indi məcburi qaydada şərait zaman belə gətiribsə, özünün psixoloji vəziyyətinə narahatlıq, depressiv vəziyyət varsa, mütləq şəkildə psixoloji dəstək. Yerdə qalan hallarda isə daha çox nədir? Bəzi məsələlərdə icazə vermək lazımdır. Bəzi məsələlər hansı ki, onun orqanizmi üçün zərərlidirsə və yaxud da ümumi bir zərərdirsə, orada isə qadağa qoymaq daha doğru bir nəticəyə gətirib çıxardır.
Çox sağ olun gəldiniz. Minnətdaram dəvətimizi qəbul etdiyiniz üçün. İşlərinizdə bol-bol var. Çox sağ olun. Mən də minnətdaram. Sağ olun. Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı və dostlarınızla videonu paylaşmağı unutmayın. Özünüzə və özünüzə yaxşı baxın.